Gedirik kursa. Miray Mişka'ya oxşuyursan. Hamıya salam qızlar. Səhərdən qaça-qaçdayam. Uşaqları məktəbə, kursa. Biraz vaxtım qaldı. Dedim gəlim biraz Bravoda endirimlərə baxım. Həm də ki video çəkim. Əslində hər həftə video çəkib atmağı planlamışdım. Sadəcə həftələrdir öskürürəm, öskürməkdən boğuluram. Ona görə danışa bilmirəm normal. Mağazada qəşəng endirimlər var idi, amma düzdür heç nə almadım, heç nə almadan çıxdım. Çünki nəsə axırı vaxtı sifariş vermək mənə daha rahat gəlir. Həm də sifariş saytlarda daha çeşid çoxdur, daha istədiyin hər şeyi tapa bilirsən. Ona görə xoşuma gəlir. Sadəcə vaxtım var idi, evə qayıtmaq istəmədim. Ona görə belə deyib vaxt öldürdük biz orada. Amma bu qablar çox xoşuma gəldi. Qəşəng idilər. Həm 8 manata idi duxovka üçün. Jülyen falan bişirməyə məncə çox yaxşıdır. Məndə var, amma şüşə qabdır. Mən komplekt almışdım 2 dənə. Şüşənin nədənsə biri amma qırıldı, biri qalıb. Böyük şüşə qırıldı, balacası qalıb. O hələ ki qırılmayıb. Bir də salat qablar var idi. Məsəl üçün içinə salat falan qoymağa məncə çox qəşəngdir qonaq gələndə və yaxud da özümüz üçün də belə. Məncə stolda çox qəşəng görsənir bunlar. Sonra belə komplekt var idi. Su üçün, kompot üçün, çaşkaları ilə bir yerdə. Bunun da qiyməti 13.99. Yəni 14 manata. Klası gördüm, uşaqlığım yadıma düşdü. Dedim biraz oynayım. Sonra gördüm adam çoxdur. Qəribə baxırlar adama, dayandım. Biraz öskürəyimiz var. Şükür Allaha, xəstə deyilik, qızdırmamız yoxdur, amma öskürəyimiz var, quru öskürəyimiz var. Dünənləri bir dəfə elədim inqalyasiyanı, quru öskürəydi, sırası belə xışıltılı oldu. Elə bir azaldı. Sağ olsun, köməyi var. Məktəbimizin qabağında belə bir balaca yer var. Mamusya. Miray doymadı. Bir də xaçapuri sifariş elədik. O da məktəbdən çıxıb dözə bilmədi evə kimi. Biz Madinanı gözləyirik. Hardasa yarım saatdan sonra çıxacaq məktəbdən və biz artıq evə qayıdacağıq. Düzdür, çöldən çox xoşlamıram yemək almaq, amma dözə bilmədi, çox acı idi. Çox bunlar. Bugün Mirayın, məktəb yoldaşının, qəşəng bir dənə qızın ad günüdür. Fikirləşdik onu gedək tez təbrik eləyək, çünki yaxınlıqda qalırlar, qonşumuzdular. Fikirləşdik ki, onu qapıdan təbrik eləyək. Belə onları çox sevirəm. Uşaqlar da sevinir, böyüklər də söhbət edir. Nə bilim, çay içir. Evə gələndə deyirəm ki, yaxşı ki getdik. Axşam həm də dayımın ad günüdür. Orada gedəcəyik, restorana gedəcəyik. Allah ona can sağlığı versin. Çox istəyirəm onu. Hələ ki indi getdik balacamızı təbrik eləməyə. Ondan sonra evə qayıdıb hazırlaşacağıq ad gününə. İrayın saçlarını vurmuşam. İndi Mədişin saçlarını vuracam. Nə yazmışsan? С днем рождения, Иннуль. Поздравляю тебя, я тебя люблю. Молодец. İndi mənim mama saçlarımı eləyir, bunu yıraqım. Mikrob. Ben de üstürürüm. Həstələnməmişəm, ama üstürürüm yenə də biraz. Yiyəcəyiz.
və sifarişlərimi götürdüm, gəldim evə. Sən demə, kargo elə aşağıdadır, düz həyətimizdədir. Əvvəl biraz 10 dəqiqə məsafə belə yeriyirdim, gedirdim, oradan götürürdüm. Amma indi çox rahat düz həyətimizə gəliblər. Ən əsas səbirsizliklə uşaqlara ugi sifariş vermişdim. Onları gözləyirdim. Biraz narahat idim. Fikirləşirdim ki, bəlkə razmer biraz balaca olar və yaxud da çox yekə olar, amma düz sifariş vermişəm. Düz ayaqlarına idi. Sonra belə bir zər sifariş vermişəm, amma ona əlim dəymişdi. Onu heç istəmirdim. Mən bilmirdim, sən demə sifariş verəndən sonra orada bıstre zakaz var. Əlim dəydi və bu zəri düz 5 manata sifariş verdim, amma heç işlətmirəm. Çox mənasız bir şeydir. Belə bir kepka sifariş verdim. Materialı nəzik idi. Məncə yayda geyinməyə çox yaxşıdır. Başımı tərlətməz. Çünki qalın kepkalar olanda istər-istəməz yayda baş tərləyir. Belə bir açki sifariş vermişəm. Bu mənim deyil, amma ucuz qiymətə idi. Amma materialı xoşuma gəlmədi. Yəni biraz çox nəzik idi materialı. Xoşuma gəlmədi, amma uşaqlar taxanda uşaqlara yaraşdı. Və budur ugilər. Çox qəşəng gəldilər. Bir də ucuz idi. 23 və yaxud da 25 manata idi deyəsən. Amma mağazalarda mən belə ugiləri məsəl üçün 50-60 manata görmüşəm. Oldu rahat ayağı. Böyük deyil ayağına. Əla. İndi sən? Xoşuna gəldi. Təzə ugilərimiz də geyindik. Gedirik mamamı götürməyə. Hədiyəmizi də aldıq və gedirik restorana. Sabahsı gündən sizi salamlayıram. Dayımın ad gündən sonra mamam bizdə qaldı. Səhər mamam öz peşəkar bacarığı ilə üzümlə məşğul oldu. Mamam da deyə demirəm, əli çox yüngüldür. Mən üzümü ancaq ona əmanət edirəm. Və çox dəyişikliklər də etmirəm. Çünki yaşım da çox deyil. 35 yaşım var. Hələ düşünürəm ki, illərim qabaqdadır. Çox bir şeylər etməyə qorxuram. Az-az edirik. Yaşıma uyğun edirik. Papa. Gidelim mi? Sonra uşaqları parka apardım. Biraz idman elədik. Onlara söz vermişdim. Bax belə günlər mənim üçün çox aktiv olur. Həyatın kiçik yanlarını sevin. Uşaqlarla vaxt keçirməyi, özünüzə də təbii ki vaxt ayırın. Like atın, abunə olun, bəyənin. Mənə də xoş olar. Və qızlar, bu arada yay gəlir artıq. Mən 3 gün istəyirəm yumurta diyeti saxlayım. Həm orqanizm təmizlənsin deyə, yəni yağlı, fast food falan, şirniyyat çox yemişik qış boyu. İstəyirəm 3 gün saxlayım və bunu video olaraq istəyirəm çəkim. Kim saxlayıb bu diyeti, nə qədər çəki atılır, kimin bu barədə belə deyək təcrübəsi var, olan varsa yazsın. Məqsəd həm də biraz çəki atmaqdır. Mənə də maraqlıdır neçə kilo düşəcək və bunu video olaraq istəyirəm çəkməyim.
Miray. Qurbağa oxşuyursan. Eve geldim. Düşbərə qaynadıram. Uşaqlar çox sevirlər. Mən düşbərəyə quru nanə və kişnişdə tökürüm.